Gəlin belə bir sualı birlikdə həll edək. Kvadrat kök verilir və altında kvadratlar. Təbii ki, biz bunu 48 üstə gəl 20-nin bağlanmış kvadratı kimi yazıb ixtisar aparmarıq. Bəs necə edərik? Diqqətlə baxsaq görərik ki, 48 və 20 hər ikisinin içərisində neçə vardır? Ortaq vuruq 4. 4-ün kvadratını mötərizə xaricinə çıxarsaq, onlar 12-nin kvadratı, üstə gəl 5-in kvadratı. Çıxılsın. İkinci kökə isə 2 hədlinin kvadratları fərqi kimi baxırıq. Necə açılır? Bunların fərqi vurulsun cəmi. Bərabərdir. Baxın, 4-ün kvadratı vurulsun 12-nin kvadratı ilə 5-in kvadratını özünüz üçün də hesablaya bilərsiniz. Cəmi 169 verir. Bu isə bizə 13-ün kvadratını verir. Çıxılsın. 1 vur 49. Bərabərdir. Kök alsaq, kvadratlarla köklər ixtisar gedər. 4 vur 13, çıx 7. Bu isə bizə 52 çıxılsın 7, yəni 45 cavabını verəcək.